Təəssüflər olsun ki, cəmiyyətdə artıq maarifləndirmə formal xarakter daşıyır. Kağız erasından artıq insan modelinə keçid edirik. Bugün dünyada nə etməməlisən yox, onun əvəzinə nə edə bilərsən sualını öyrədilir. Əgər uşaqların beynini rəqəmsal platforma zəhərləyirsə, elə zəhərin antidoksu da həmin o platformada tapa bilərik. Bacaran kömək etməlidir, bacarmayan mane olmamalıdır. Bəzən biz iki qapı döyüb artıq qapı bizə açılmadı deyə həyatımızın ən depressiv vaxtlarını yaşayırıq. Amma bəlkə də üçüncü, dördüncü qapı bizə daha xeyirli və daha faydalıdır. Məsələ öz gücünü və çiynini daşıya biləcəyi yükü hiss etməkdir. Ki, bu dünyada xoşbəxt oldunmu? Bəs bu dünyada kimisə xoşbəxt edə bildinmi? Salam dostlar, Füyuzat televiziyasında mən Tural İsmailovun təqdimatında arxa plan verilişinin növbəti həftə sonu buraxılışını izləyirsiniz. Əlbəttə ki, biz maarifləndirmə haqqında tez-tez danışırıq və burada müxtəlif səpkilərdə maarifləndirmənin, maarifçiliyin əhəmiyyətindən danışırıq. Bir dəfə biz verilişlərimizin birində toxunmuşduq ki, zərərli vərdişlərə qarşı mübarizədə maarifçilik hansı məqamlarda rol oynayır? Bugün bu mövzunu biraz daha detallı danışacağıq ki, ümumiyyətlə maarifləndirmə bu sahədə hansı dövrdə başlamalıdır və ümumiyyətlə maarifləndirmə doğrudan da zərərli vərdişlərə qarşı mübarizədə real effekt yaradır, yoxsa bəzən bu simvolik xarakterdə daşıya bilir? Çünki özəlliklə bu sahədə son dövrlər sosial mediada bir xeyli özünü maarifçi kimi, maarifləndirmə sahəsində fəaliyyət göstərən şəxs kimi tanıdan insanlara da rast gəlirik. Bugün studiyamızın qonağı daha əvvəl bir dəfə də arxa planda mənim qonağım olan araşdırmacı Məhbə Mehdiyevadır. Məhbə xanım, bir daha xoş gəlmisiniz. Salam, hər vaxtınız xeyirli olsun Tural müəllim. Məhbə xanım, maarifləndirmə ilə bağlı biz danışmışdıq, amma konkret fokus mövzu kimi seçməmişdik o birinci dəfə sizlə olan efirimizdə və verilişin girişində də mən vurğuladım. Doğrudan da maarifləndirmə zərərli vərdişlərə qarşı mübarizədə profilaktik bir nəticə verir, yoxsa bəzən bu bir simvolik xarakter daşıyır? Çox gözəl qeyd etdiniz. Biz əvvəlki verilişlərdə də bu haqda danışmışdıq sizlə maarifləndirmə ilə bağlı. Amma bugün biz maarifləndirməyə daha fərqli aspektlərdə baxmaq istəyirəm, elə siz də, mən də. Təəssüflər olsun ki, cəmiyyətdə artıq maarifləndirmə formal xarakter daşıyır. İnsanlar düşünür ki, artıq maariflənmənin xüsusi bir çəkisi yoxdur, başqa bir hərəkətlərə keçməliyik, başqa bir proseslər icra etməli ki, bu formallıqdan çıxsın. Amma bugün Ümumdünya Səhiyyə Təşkilatları, eləcə də və digər qurumlar maarifləndirmənin davamlı və elmi əsaslarla olmağının çox effektiv olduğunu göstərir. Yəni bugün maarifləndirmə yalnız narkotika yox deyək, zərərli vərdişlərdən istifadə edək deyə hansısa plakatlarda yazılmış yazıları bir günlük, bir saatlıq küçələrdə və yaxud da hansısa meydanlarda göstərməklə kifayətlənməməlidir. Bugün profilaktik tədbirlər əslində zərərli vərdişləri istifadə edən insanlar üzərində tətbiq olunmalıdır. Yəni biz kağız erasından artıq insan modelinə keçid edirik. Biz bilirik ki, informasiyada hər zaman səs tonu, mimikalar, jestlər nə qədər önəmlidirsə, bugün profilaktik tədbirlərdə də danışan adamın, hadisəni izah edən adamın, eləcə də sağaldan insanın sağlamlıq durumu, vəziyyəti, həmin xəstəliyə və xəstəyə qarşı münasibəti çox önəmlidir. Ona görə bizim artıq 20-ci əsr müalicə metodumuz 21-ci əsrdə daha real, daha səmimi və daha yadda qalan olmalıdır. Çünki bugün 13 saniyədən artıq videoları izləmək səbrimiz tükəndiyi üçün bizim müalicə üsullarımız da daha qısa və konkret olmalıdır. Yəni, şəxs xəstə və xəsarət alan şəxs anlamalıdır ki, bu kampaniya mənə təxmini nə qədər nəticə verə bilər, bu kampaniyadan nə qədər yaralana bilərəm və kampaniyanı keçirən insan nə qədər realdır. Bu sadəcə pafosdurmu, yoxsa həqiqətənmi səhiyyədə və bu xəstəlikdə müəyyən irəliləyiş nəticəsi əldə etmiş şəxslər danışır. Ona görə kampaniyanın həm məzmunu, həm də kim tərəfindən aparılması çox önəmlidir. Yəni, siz bilirsiniz, adi bir şəxs sizə deyir ki, məsələn, hansısa bir fikri söyləyir. Siz onu xoşlamırsınızsa, həmin fikir sizə çox qıcıqlandırıcı gəlir. Amma etibar etdiyiniz və sevdiyiniz şəxs olanda o söz sizə məlhəm kimi gəlir. Məsələ elə bu sahədə həssas qrupun, həssas insanlar tərəfindən müalicə olunması nəzərdə tutulur.
Məhbub xanım, çox maraqlı məqamlara toxundunuz. Biz bilirik ki, maarifləndirmə işində özəlliklə bu zərərli vərdişlərə qarşı həm də ailə özü də bir maarifçi olmalıdır. Bu zərərli vərdişlərə qarşı ən erkən hansı yaşdan ümumiyyətlə maarifləndirmə aparılmalı? Çünki bəzən deyirlər ki, maarifçilik, yəni əks təbliğat özü istəmədən təbliğata da çevrilə bilər. Və mən açığı bu tendensiyadan çox narahatam. O baxımdan ki, bəzən bu zərərli vərdişlərin əleyhinə danışılır, əla maarifləndirmə aparılır, amma dəyərindən artıq da sanki bir növ pisliyərkən də beyinlərə informasiya ötürmək tendensiyası ilə sanki rastlaşırıq. Necə düşünürsünüz? Ailədə bu iş necə qurulmalıdır? Uşaqlara hansı yaş dövründən bu məsələlər anladılmalıdır? Ümumilikdə düşünürəm ki, hər bir məsələnin o ifrat dərəcəsi heç vaxt yaxşı effekt vermir. Yəni o aşırı sağlamlıqdan, aşırı düzgünlükdən, aşırı hər bir şeyin aşırı forması insanlarda ürək bulandırıcı bir duyğular yaradır. O ki qaldı, yəni qalsın ki, bu sahə bu qədər həssas sahədir və biz bütün günü narkomaniya yox deyə, tütün məmulatlarına yox deyib dayansaq, bu artıq yoxlar həyə çevrilə bilər. Çünki hər bir şəxsin, hər bir canlının bir tutumu var. O tutumdan artıq siz onu yükləyə bilmərsiniz. Bu mümkün deyil. Amma dünya təcrübəsində, məsələn, Kanadada Early Prevention Strategy var. Yəni erkən profilaktika strategiyası çox maraqlı strategiyadır. Mən özüm çox bəyənirəm. 4-6 yaş qrupunda şəxslər başlayır bu strategiyaya qoşulmağa. Həmin uşaqlara əslində heç də narkotik, yəni 4 yaşında bir uşağa nə öyrətmək olar? Onlara yox demə və yaxud da özünün nə istədiyi lazımdır öyrədilir. Yəni 4-6 yaşında artıq uşaq bilir ki, yox nə deməkdir, istəmirəm nə deməkdir, mənə ziyan olan nədir? Onlar başlayırlar bu şəkərli şirniyyatlar, hansı ki biz bugün marketlərdə görürük uşaqların daha çox sevdiyi, həmin onu təqdim eləyirlər uşaqlara və uşaq öyrənir ki, bunun alternativi nədir? Yəni bugün dünyada nə etməməlisən, yox, onun əvəzinə nə edə bilərsən sualını öyrədilir. Təbii ki, həmin o Early Prevention Strategy mən o uşaqların 12-14 yaşı olanda keçilir artıq real zərərli vərdişlərin maddələrinə, kimyəvi formullarına və biologiya yanaşmasına. Bu çox gözəl bir strategiyadır. Mən də çox bəyənirəm. Eləcə də ölkəmizdə də o tətbiq olunur ki, məktəblərə artıq bugün vizual videolar göstərilir. O strateji hansı ki, çoxlu belə bizi yoran, beyin yoran rəqəmlər ki var idi, statistikalar, onlar artıq sıxışdırılır dünya təcrübəsindən. Bugün dünya təcrübəsində insanların real sağalma anlayışı var və bu anlayışın içində heç də bərbəzəkli, çox gözəl və parlaq görünən hadisələr yoxdur. Bugün real xəstəlik var, xəstəliyə yanaşma var və o yanaşmanın ən doğru və qısa şəkildə müalicəsi var və müalicə hər zaman da birinci mərhələdə və nəticə yüksək olmur. Hər bir müalicənin kulminasiya nöqtəsi olur, uduzma hərəkətləri olur, qalibiyyət mərhələləri olur. Məsələ prosesin içində olmaqdır. Və Məhbub xanım, bu sosial media və rəqəmsal mühit bəzən elə o sizin də vurğuladığınız kimi hər şey aşırısı ziyandır və bu sosial mediada bu ifrata varma tendensiyalarını biz çox tez-tez müşahidə edirik. Burada sosial media bax bu mübarizə tədbirlərində bir dəstəkdirmi və hansı hallarda sosial media, rəqəmsal mühit həm də bir risk faktoruna çevrilə bilir? Mənə elə gəlir ki, bugün sosial şəbəkələr və sosial platforma güclü bir sağalma metodudur. Çünki biz bugün hamımız uşaqdan böyük, hətta 1 yaş tamamlamamış uşaqlar belə bugün YouTube-da hansısa maraqlı videolara baxır. Biz bu rəqəmsal platformanı rəqəmsal müalicəyə çevirə bilərik. Hətta çevrilir də. Məsələn, dünya təcrübəsində Talk to Frank var. Yəni Frankla danış kampaniyası var. Onlar zəng edirlər, anonim şəxslər, yəni platformalarda hər bir yerdə var, TikTokda və digər platformalarda və Franka dərdlərini danışırlar. Bir növ Frankla ingilis dilində o açıqcasına, o Frank sözü bəlkə də oradan götürülüb, düzü bilmirəm, mənə elə gəlir. Həmin o Talk to Frank çox maraqlı bir məsələdir ki, sosial şəbəkələrin hər hissəsində var. Bugün əgər hansı tərəfdən bizə təhlükə varsa, o təhlükəni ən güclü silaha çevirə bilərik. Bugün əgər uşaqların beynini rəqəmsal platforma zəhərləyirsə, elə zəhərin antidoksu da həmin o platformada tapa bilərik. Yəni bugün biz digər platformalarda ən çox uşaqların istifadə etdiyi TikTok platformasıdır dünya üzərində. Daha çox orta yaşlılar istifadə edir.
Facebookdan və gənc nəsil və daha erkən yaşda Instagram istifadə edir. Amma ən çox kütlənin olduğu TikTok olduğu üçün TikTokda da çox gözəl rəqəmsal bir müalicə üsulu çevrilə bilərik, hətta çevrilir də. Bilirsiniz, bu elə bir hərəkatdır ki, bir günə məsələ həll olunur. Və bu gün bir nəfər, 5 nəfər deyil, bütün dövlət qurumları, Ümumdünya Səhiyyə Təşkilatları, ölkələr arasında müqavilələr, münasibətlər, bütün hamısı bunu tənzimləyir. Bu bir hərəkatdır. Yəni, məsələ deyil ki, hansı qurum bu işi tam icra etsin və %100 etsin. Və bunlar hamısı bir komanda şəklində təşkil olunur və keçən verilişimizdə dediyimiz kimi bu məsələ bir məsələdir ki, bacaran kömək etməlidir, bacarmayan mane olmamalıdır. Yəni bu prinsipi biz üzərində çalışaraq yüksək nəticələr əldə edə bilərik. Və özəlliklə yeniyetməlikdən gəncliyə keçid dövründə olan fərdlər üçün maarifləndirmədə ailə, məktəb, media rol bölgüsü necə qurulmalıdır? Rol bölgüsü çox maraqlı bir sualdır. Nəyə görə? İnsan psixologiyasına görə dəyişir bu məsələ. Elə uşaq var ki, valideynindən söz qəbul edir. Eləsi var, yeniyetmədir, müəllimindən qəbul etdiyi sözü anasından, atasından qəbul etmir. Elə yaş qrupu var ki, qıcıq yaş qrupudur bu yeniyetmə dövründə. O qrupda insan elə bir ki, hər kəsin inadına getmək istəyir, əksinə getmək istəyir. Mən bilirəm, mən haqlıyam. Çünki ola bilsin ki, mənə elə gəlir ki, biz yeniyetmələrə düzgün yanaşmırıq, onlardan daha çox şey gözləyirik. İnsan da gözləntilərini çox yüksək həddə çatdıranda nəticə əldə edə bilmir. Ona görə biz kiməsə nəsihət verəndə onu nəsihət xarakterli yox, tövsiyə xarakterli və alternativ təklif edərək verməliyik. Sanki heç yeniyetmə olmamış kimi davranır bəzən bu orta yaşlı insanlar. Amma unutmayaq ki, biz də o dönəmdən keçmişik, hər zaman nəyisə inkar etmişik, özümüzün çox ağıllı olduğunu görmüşük və nəticə etibarilə yaşlandıqca əslində heç bir ağıldan söhbət getmədiyini bilmişik. Və maarifləndirmə kampaniyalarının daha davamlı, daha nəticəyə yönümlü olması üçün biz hansı səhvlərdən qaçmalıyıq sizcə? Çünki indi Məhəbbə xanım, açıq danışaq, bu sahədə doğrudan da fəaliyyətlər təqdir edilməlidir, amma biz bəzən görürük ki, yəni reabilitasiya mərkəzləri var müxtəlif, amma onların hamısı haqqında da o qədər xoş xəbərlər də yayılmır. İndi vahid bir sistem var, yəqin ki, onun üzərindən bu zərərli vərdişlərə qarşı mübarizə aparılır, amma bəzən görürük ki, bax, o səhv taktikalar və strategiyalar yalnız insanların həyatını sonlandırmır, bir qorxu, fobiya da yaradır. Ona görə də biz hansı səhvlərdən sizcə qaçmalıyıq ki, bizim bu apardığımız söhbətlər, sizin gördüyünüz işlər daha effektiv və nəticə yönümlü olsun? Məncə, qaçmalı olduğumuz ilkin səhv qınamaqdır. Çünki bu prosesdə insanlar sağalma mərhələsində düşünürlər ki, bu reabilitasiya mərkəzlərində, istər digər bu maariflənmə kampaniyalarında insanlar düşünür ki, həmin bir X şəxsi düşünək, gətirirlər 3 ay, 5 ay müalicə edirlər və həmin insan geri qayıdır, dərhal deyirlər, bəs biz bu qədər ödəniş etmişdik, bu qədər köməkli olmuşdu, niyə nəticə vermədi? Bax, bu proses bu qədər asan deyil. Məsələ burada kimyəvi asılılıqdan söhbət gedir. Bugün bizim o qədər kimyəvi asılılığa həssaslığımızı göstərməliyik ki, bu qədər asan proses deyil. Təbii ki, sağalan, müalicə olan adam təbii ki, artıq həyatını dəyişdirmək istəyir deyə bu addım atır. Bu proses A-dan Z nöqtəsinə qədər bir-iki nöqtəni birləşdirən məsafə deyil. Bu həndəsi bir riyazi hissə deyil. Bu bir insan ömrüdür və insan ömründə, sağlamlığında hər kəs bir cür yaşayır. Ola bilər ki, insan 5 dəfə, 10 dəfə sağalsın, geri qayıtsın və yaxud da qayıtdığı yerdə daha pis proseslərlə davam etsin, daha yaxşısı olsun. Məsələ burada qınayıb yenidən hansısa mərkəzin faydası olmadı deyə düşüncə də ola bilməz. Çünki bugün məsələ heç bu sahə olmasın. Götürək hansısa bir göz həkimi, hansısa nevro sahədə olan həkimlər birinə daha yaxşıdırsa, digər bir xəstəyə effekt verə bilmir. Çünki bu fərdi məsələdir. İnsan necə öz müəllimini seçə bilirsə, öz həkimini seçməlidir. Ona görə müalicə mərhələsində doğru
mərkəz, doğru insan, özünə uyğun adam tapana qədər davam etmək və cəhd etmək Yəni lazımdır. burada belə deyək də, təbii ki, hər sahədə elə, amma bu sahədə bir əzmkarlıq da önəmlidir. Əzmkarlıq və istədiyini əldə etmək üçün bütün variantları yoxlamaq var. Bəzən biz 2 qapı döyüb artıq qapı bizə açılmadı deyə həyatımızın ən depressiv vaxtlarını yaşayırıq. Amma bəlkə də 3-cü, 4-cü qapı bizə daha xeyirli və daha faydalıdır. Ona görə cəhdləri Ona görə cəhdləri çox etmək lazımdır. Özgüvən mütləq olmalıdır. Bəzən bizə səndən heç nə olmaz, sən heç nə bilmirsən, bu sahənin ağırlığı sənin çiynivə görə deyil deyə bilərlər. Məsələ öz gücünü və çiynini daşıya biləcəyi yükü hiss etməkdir. Əgər o yükü hiss edirsinizsə və o özgüvən varsa sizdə, bugün böyük bir kütlə demirəm, 2 nəfərə, 1 nəfərə təsir edə bilirsinizsə, demək bu həyat sizindir. Bir sual vermək istəyirəm motivasiya ilə bağlı. Çünki məsələn, yaradıcı adamlar üçün, media adamları üçün, tədqiqatçılar üçün, fəlsəfi düşünən insanlar üçün motivasiya düşüncənin başqa insanlara ötürülməlidir. Yəni məndən sonra mənim yazılarım, çıxışlarım, hansısa fikirlərim qalsın. Sizin üçün motivasiya nədir? Çünki yəni burada bəlkə motivasiya budurmu ki, həyatı puç olmuş kimi görünən insanı yenidən həyata qaytarmaq və yaxud da bir insan ömrünü xilas eləmək. Motivasiyalar nələrdir bu sahədə? Misirlərin ölümlə bağlı və yaşamla bağlı bir fəlsəfəsi var, mənim o çox xoşuma gəlir. Deyir ki, hər bir Misirli dünyadan köçərkən gəlir bir dünyanı dəyişən bir məntəqə. Təbii ki, burada hər şey şərtidir. Deyir ki, bu dünyada xoşbəxt oldunmu? Birinci sual olur. İkinci sual, bəs bu dünyada kimisə xoşbəxt edə bildinmi? Məncə motivasiya heç bir zaman özünə xidmət deyil. Motivasiya hansısa bir canlının, elə hansısa bir yaşaya bilən insanın ömrünü 1 saat belə uzanmağına vasitəçi olmaqdır. Təbii ki, ömrü Allah təyin edir, amma o ömürdə də insan hərəkət etməsə, özünün öz təqsiri var. Yəni bir insan gedib hansısa bir özü şəxsən avtoqəzada, özünü şəxsən hansısa bir proseslərə süni şəkildə ömrünü yekunlaşdırırsa və digər neqativ hallarsa, onun təqsiridir. Amma bütün hallarda insan bu dünyadan köçəndə düşünməlidir ki, mən nə üçün gəldim və kimin üçün yaşadım? Və yaxud da etdiklərim kimə faydalıdır? Mən baxın, bir sual da vermək istəyirəm. Çünki siz motivasiyadan vurğuladınız ki, bir ömrü dəyişmək, bir insanın taleyini dəyişmək və s. Bundan sonrakı o hədəfləriniz, yəni bu sahədə tutaq ki, bu maarifləndirmə kampaniyalarını daha da genişləndirmək və fərqli etmək üçün nələr etmək olar ki, biz onları etmirik media olaraq? Bir dost tövsiyəsimi deyək və yaxud da siz daha başqa nələri görərsiniz və yaxud da dünyada başqa hansı tendensiyalar var ki, biz onu Azərbaycanın sosial media segmentində edə bilmirik? 2025-i biz yekunlaşdırırıq. Təbii ki, media orqanları da, elə digər sahələrdə ortaq çox gözəl işlər gördülər. Amma görülməli işlər sırasında mən düşünürəm ki, 2026-da daha da möhkəmləndirə biləcəyimiz sahələr var. Xüsusilə onlardan da real insan təcrübələrini daha çox gündəmə gətirməkdir. Yəni real insan təcrübəsi və hər zaman da o qazanan təcrübə yox. Bilirsinizmi, gəldim, mən bir dəfə müalicə olundum, sağaldım, həyata qayıtdım. Bu süni bir illüziya ola bilər. Çünki arxa tərəfdə o verilişin adı kimi arxa planda sağalmaq istəyib dəfələrlə sağala bilməyən şəxslər var. Ona görə bugün bu sahə illüziyadan uzaq, daha real, daha təbii və bərbəzəkdən uzaq, real faktlara sığınan insan hekayələri olmalıdır və onlar gətirilməlidir gündəmə. Onların kimyəvi və bioloji tərəfləri izah olunmalıdır və mütəxəssis rəyləri, peşəkar həkimlərimizin də fikirlərini unutmamaq şərti ilə kompleks halında müalicə olmalıdır. Mən ümid edirəm ki, biz 2026-cı ildə etdiyimiz və edəcəyimiz məsələlərin tətbiqatı ilə bağlı da çox gözəl fikirlər alacağıq, yeni hərəkətlər edəcəyik və bütün hallarda sizin verilişə də, komandaya da təşəkkür edirəm ki, bu qədər həssas mövzu ilə bağlı siz də həssas yanaşmanızı göstərirsiniz. Təşəkkür edirəm. Çox sağ olun Məhbə xanım, təşəkkür edirəm. Sağ olun. Xatırladım ki, bu gün arxa planda mənim qonağım, araşdırmaçı, ekspert Məhbə Mehdiyeva idi. Biz əslində zərərli vərdişlərə qarşı mübarizənin motivasiyalarından danışdıq və hər bir halda bizim elə apardığımız hər bir maarifçilik kampaniyası da bu cəmiyyətin, toplumun gələcəyinə, özü də təkcə fiziki və kimyəvi deyil, ruhi və
mənəvi olaraq da təhdid yaradan ünsürlərin, elementlərin aradan qalxmağına yönəlib. Çünki hər bir sahədə maarifləndirmə təkcə o zülmət və qaranlıq tərəfləri işıqlandırmaq deyil, gələcək üçün bir yatırım etmək deməkdir. Sağ olun, salamat qalın.